videoda gördüyünüz bu düsturları əzbərləməyə son veririk, çıxarışı ilə bir yerdə öyrənirik. Keçən dəfə mən sizlər üçün düzxətli bərabər təcili hərəkət anlayışını izah etdim və təcilin düsturunu verdik. A bərabərdir V çıxıq V0 böləkdir. Burada indi təcilin proyeksiyasının düsturunu yazmışam. AX bərabərdir VX çıxaq V0X böləkdir. Buradan VX-i tapmaq istəyirəm. Necə tapırıq? İlk öncə bax bu sürətdəki fərqi tapmalıyıq. Gördüyünüz bu VX çıxaq V0X bərabər olur AX vuraq T-yə. Buradan da VX-i tapanda əlbəttə ki V0X-in üstünə bax bu AX vuraq T-ni gəlirik. Gördüyümüz kimi buradan VXT ilə necə asıdır? Düz asıdır. Amma əlbəttə ki, müəyyən bir V0X qiymətindən başlayacaq. Baxın, qrafik başlanğıc sürətini X oxuyacaq. Proyeksiyasından başlayıb və müəyyən bir T zamanı keçdikdən sonra Vx olub mənim sürətim. Mən əvvəlki videoda qeyd etmişdim ki, biz yer dəyişməni tapanda VT qrafiki verilibsə, bu zaman fiqurun sahəsinə baxırıq. Gördüyünüz kimi burada, bax, qrafikin zaman oxu ilə əmələ gətirdiyi bir fiqur var. Trapesiyadır. Trapesiyanın sahəsini riyaziyyatdan bilirik. A üstə gələk B bölək 2 vurulsun H. AB oturacaqlardır. Baxın, bir oturacağım buradır, 0 və V0X-in arasıdır. Deməli, V0X-ə bərabərdir. Digər oturacağım bax buradır. Bax, bura T-yə bərabər deyil. Bunu paralel keçirmək lazımdır. Bax, bu hissəyə. Gördüyümüz kimi bu da 0 və VX-in arasıdır. Deməli, VX-ə bərabərdir. Hündürlük də oturacaqlara perpendikulyar olan bax bu hissədir. Bu da 0 və T-nin arası, deməli, T-yə bərabərdir. Deməli, V0X üstə gələk VX bölək 2, vurulsun hündürlüyünü də yerinə T yazdım. Bu da mənim bir düsturum. Sonra, bax, gördüyünüz bu VX bərabərdir. V0X üstə gələk AX vuraq T-ni. Gətirib bax burada VX-in yerinə yazıram. Onda olur V0X üstə gəlsin V0X üstə gələk AX T bölək 2 vurulsun T. Gördüyümüz kimi 2 dənə V0X oldu. Üstə gələk AX T bölünsün 2 vuraq T yazdım. Bu kəsiri parçalayıram. Necə olacaq? 2 V0X bölək 2 üstə gələk AX T bölünsün 2 və bunu da mötərizəyə alıram, vururam bax buradakı T. 2 V0X-i 2-yə böləndə olur V0X. Bu V0X-i də nəyə vururam? Bax bu T-yə vururam. V0X vuraq T üstə gəlsin. AX T bölək 2-ni də T-yə vuranda olacaq. AX T kvadratı bölək 2. Sonrasında bax buradan T-ni alıram. T-ni necə alacağam? Əlbəttə ki, mən əvvəlki videoda qeyd etmişdim ki, bax yerlər dəyişir. Elə bil T bərabər olacaq VX çıxaq V0X bölək nəyə? AX-a. Gördüyünüz kimi burada yazmışam. Bu ifadəni də gətirib bax, burada yerinə yazıram. T-nin yerinə. Gördüyümüz kimi yerinə yazanda olur. V0X üstə gələ VX bölək 2-ni bax burada olduğu kimi saxlamışam. Vuraq. T-nin də yerinə bax bunu yazmışam. Bu görün nəyə oxşuyur bax? A üstə gələk B, vurulsun A çıxaq B fərqi A kvadrat çıxaq B kvadratdır. Bunu riyaziyyatdan bilirik. Bax, birində üstə gələnlə, birində çıxağından yazılıb. Ona görə bax bunu belə yazırıq. Bax, VX-in kvadratı çıxaq V0X-in kvadratı bölək məxrəcdə də 2 vurulsun AX-ı olduğu kimi neylədim? Saxladım. Bu da bir düsturum. İndi buradan da VX-i almağa çalışacağam. Necə alacağam? Sürəti tapmalıyam. VX-in kvadratı çıxaq V0X-in kvadratı bərabər olacaq 2AX vurulsun SX-a. Bax, burada yazmışıq. Buradan VX-in kvadratını tapanda əlbəttə ki, V0X-in kvadratının üzərinə 2AX vuraq SX-i gəlirəm. Buradan VX-i tapanda gördüyümüz bu ifadə kök altına düşür. Baxın, kök altında yazmışıq bu ifadəni. Beləliklə, bax, bu düsturların çıxarışını öyrənmiş olduq.